Xoş gördük əziz Öztürk TV izləyiciləri. Ruh və bədən verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bugün də olduqca maraqlı bir mövzuya toxunmuşuq. Körpələrin, uşaqların profilaktik müayinələrinin aparılması, onlara vaxtı-vaxtında peyvəndlərin vurulması və s. kimi yoxlanışlar, həmçinin valideynlərin bu məsələlərə necə həssaslıqla yanaşması kimi məsələləri müzakirə edəcəyik. Təbii ki, qonağımızla birlikdə. Verilişimizin qonağı isə həkim pediatr Aytən İsmayılzadədir. Xoş gəlmisiniz Aytən xanım studiyamıza. Təşəkkür edirəm aktual mövzuya toxunduğunuz üçün və dəvətiniz üçün. İlk sualımız belədir ki, uşaqların peyvəndlərinin vurulması və valideynlər bu məsələlərə necə yanaşırlar? Vaxtı-vaxtında gətirilərmi peyvəndlərə? Həmçinin də onların yoxlanışları, profilaktik yoxlanışları, körpələr 1 yaşına qədər bilirik ki, hər ay yoxlanışa gətirilməlidir. Necə yanaşırlar? Siz yanınızda demək olar ki, hər gün gəlir, müraciət edirlər. Bəli, əslində uşaqlar müayinələrə aparırlar. Hazır gündə o dövr deyil ki, həkimə gedilməsin, həkimə getməyi təxirə salsınlar. Yəni, ola bilər tək-tük belə hallar olsun, amma məsələ həkimə gedərkən qarşılaşdığı mənzərə ilə də bağlıdır valideynlərin. Yəni, ona nə deyildi, nə yazıldı, nə təyin edildi, doğrudan da uşağın problemi aşkar edildimi? Təəssüf ki, var belə hallar ki, haradakı uşaqların problemləri var, amma həkim bunu aşkar etmir və yaxud mənasız bir onlara nəsə bir diaqnoz qoyulur və dırnaq arası belə deyək, hər hansı bir problem ortaya çıxarılır və buna da görə müxtəlif vitaminlər və s. təyin olunur. Yəni, bu heç arzu olunan deyil. Uşaqların müayinəsi, profilaktik müayinələri, planlı müayinələri əlbəttə poliklinikalarda həyata keçirilməlidir. Düzdür, bəzi pasientlər var ki, onlar özəl xəstəxanaları seçirlər, özlərinə bir həkim seçirlər, amma bununla yanaşı yenə də poliklinika nəzarəti olmalıdır və doğru şəkildə müayinələr aparılmalıdır. Buna təkcə həkim müayinəsi yox, həm də instrumental müayinələr aiddir. Yəni, zamanında bu çanaq oynağının müayinəsidir, uşaq göz müayinəsidir, uşaqda müəyyən bir qan testlərinin istənilməsidir. Bunlar hamısı vaxtında olarsa, əlbəttə bir çox problemləri biz qarşısını almış olarıq, yaxud da vaxtında aşkar etmiş ola bilərik. Deyək ki, daban testi, məsələn, yeni doğmuş dövrdə ilk bir həftə ərzində olunmalıdır, ən geç halda 1 ay içərisində olunmalıdır və bir çox əqli gerilik verən, yəni həlliliyə gətirə biləcək xəstəliklərin öncədən aşkar olunmasını bizə işarət edən bir analizdir, testdir. Amma buna da insanlar biraz barmaq arası baxır, istəmir. Yəni, düşünürlər ki, görəsən lazımdır, məsələn, mənə çox müraciət edirlər, eləyəkmi bunu? Təbii ki, olunmalıdır. Bu da bir profilaktik müayinədir və bu haqda əslində doğru, dürüst bir aparılmalıdır maarifləndirmə. Ancaq profilaktik müayinə deyəndə, check-up müayinələr deyəndə valideynlərdə belə bir fikir var. Aparım, D vitamini yoxladım, kalsiyumunu yoxladım, dəmirini yoxladım. Bu deyil. Bu deyil. Doğru profilaktik müayinə bir həkim baxışıdır. Doğru şəkildə olan bir həkim baxışıdır. Harada ki, uşağa vizual baxırıq və onun görünüşündən, davranışından, hərəkətlərindən hətta biz müəyyən bir nəticəyə gələ bilirik. Daha sonra digər müayinələrə keçirik. Yəni, yenə təkrar edirəm, valideynlər istəyərlər uşaqları vaxtı-vaxtına müayinə olsun. Hətta əlavə lazım olmayan bir müayinələrdən özləri müraciət edirlər. Ancaq yaxşı olaraq əks tərəfdən də, səhiyyə sistemimizdən də, həkimlərimizdən də doğru cavab ala bilsinlər. Yəni, doğru cavab alınmadığı hallar var. Növbəti sualımız isə belədir ki, ümumiyyətlə peyvəndlərlə bağlı valideynlərin çoxu narazılıq da eləyir. Biz sosial şəbəkələrdə olsun, yaxınlarımızdan olsun, görürük ki, ziyanlı təsirlərindən danışırlar, risk eləmək istəmirlər, uşaqlarını yayındırırlar, imtina edirlər. Bir çoxlar deyir ki, mən ərizə yazıb imtina etmişəm, çox var belə hallar və ümumiyyətlə bəs elm, tibb bu məsələyə nə deyir? Müxtəlif səbəblər gətirir. Peyvənddə də belədir ki, yəni peyvənd əsas hissədir xəstəliklərin profilaktikasında və bizim milli peyvənd cədvəlimizdə 11 xəstəlikdən qoruyan peyvəndlər yer alıb. Bu peyvəndlər uşaqlara doğulan günündən, yəni ilk 12 saat ərzində hepatit B-yə qarşı, daha sonra 4-7-ci günündə vərəm əleyhinə, daha sonraki aylarda 2-3-4 ayında müəyyən bir kompleks şəklində müxtəlif xəstəliklərin qoruyan peyvəndlər tətbiq olunur. Peyvəndlənmədən qorxu insanlarda bu yanlış şəkildə yayılmış, sadəcə yayılmış şayələrin nəticəsidir. Və bir çox illər öncə
elə dünyada da artıq autizmi bununla əlaqələndirirdilər və belə bir sorğu da aparıldı. Gördülər ki, yox, elə peyvənd olunmamış uşaqlarda kifayət qədər autizm sindromu görülür. Ona görə də bu istiqamətdə videolar çəkən, bu istiqamətdə propaganda edən insanları yəni bir cəzalandırma yöntəmlər göstərəcəyini dedilər. Çünki bu cür peyvənddən yayınmalar pandemiyaların yayılmasına səbəb ola bilər, nəinki epidemiyaların. Bəli. Və günümüzdə qızılcanın ölkəmizdə yayğın olması bu cür peyvənddən yayılmaların nəticəsidir ki, epidemiya olur. Və biz qızılcanı elə belə fikirləşirik ki, hə, uşaqdır, xəstələnməlidir qızılca ilə. Nə olsun, mənim də uşağım qızılca ilə birisi deyir, xəstələndi, sağaldı. Amma o sağalma deyil. Bu virus bədənə düşdü, onu xəstələndirdisə, bədənində gizli bir formada qalıb, nə vaxtsa yenə də üzə çıxa bilər. Bu yaxınlarda bunu da paylaşmışdıq digər pediatr həmkarlarımızın arasında olan bir söhbət ki, bir uşaqda ensefalit aşkar olunub və onun 1 yaşına keçirmiş olduğu qızılcanın sönmüş, amma sonradan aktivləşmiş səbəbi ilə yaranmış bir hadisə idi. Su çiçəyinin özü də, yəni bədənə düşən bir virus bədəndə qalır və sonra sinir köklərində qalıb herpes şəklində üzə çıxa bilir. Yəni kəmərləyici dəmirov deyilir buna, güclü ağrılar, o sinir ağrıları. Amma bu həyati təhlükəli olmadığına görə bizim milli peyvənd cədvəlimizdə onun peyvəndi yer almır. Amma risk qrupuna daxil olan uşaqlara o da tətbiq olunmalıdır. Aytən xanım, uşaqların tez yeriməsi üçün yürütəclərdən də istifadə olunur və demək olar ki, hər valideyn alır, istifadə edir ki, uşaqlar tez vaxtında yerisin. Əsasən hansı ayda daha çox məsləhət görülür onun istifadəsi? Çünki bəzi həkimlər deyir ki, onun da xüsusi ayları olur. Çünki nə tez və yaxud vaxtı-vaxtında alınmadıqda onun ziyanları da olur da. Sizin bu məsələyə münasibətinizi öyrənmək istəyirdim. Mən heç bir ayda pediatr olaraq, çünki bu lazım deyil. Ümumiyyətlə bir insanın, uşağın dincliyi üçün ya valideynin dincliyi üçün kəşf etdiyi şeylər zərərlidir. Əmzik deyək, şüşəsini deyək, ondan sonra bu yürütəcini deyək. Bunlar zərərlidirlər. Uşağın yeriməsi onun yürütəcə qoymağına əlaqədar deyil. Uşağın yeriməsi sinir sisteminin formalaşması ilə əlaqədardır. Miyelləşmə prosesinin yaxşı və ya pis getməsinə əlaqədardır. Bu miyelizasiya prosesi pis gedirsə, uşaq gec yeriyəcək və yaxud yeriməyəcək. Ayağını yerə basmağı, yoxlamaq. Yəni, onlar reflekslərdir, o ayrı məsələdir. Və uşaq 6 ayında oturmalıdır, 7-8 ayında sərbəst oturmalıdır, 9 ayında iməkləmək istəməlidir, 10 ayında sərbəst iməkləməlidir, 11 ayda tutub durmalıdır, 12 ayında yeriməlidir. Bütün bunlar biraz sürüşə də bilər, yaş yarımına qədər biz bütün bunların izləyə bilərik. Amma yürütəcə qoymaq ancaq orada valideyn işinə yaraya bilər ki, uşaq orada vaxt keçirsin və o da nəyisə iş görə bilsin. Amma gün ərzində çox saatlarla yürütəcdən istifadə eləmək uşaqlarda əzələ zəifliyinə gətirib çıxarır. Yəni, təkərlə gedir o yer dəyişməsini. Bir də var ki, uşaq buradan oraya qədər bir A nöqtəsindən B nöqtəsinə qədər olan məsafəni qət etməkdən ötürü başını işlətsin, mən necə edə bilərəm və yaxud orada olan bir şey özünə çəkmək üçün yenə də beynini işlətsin və bundan ötürü cəhd eləsin. Yəni, əzələlərini işlətsin, dursun, tutsun, hardansa getsin, iməkləsin, getsin və bu onun hər tərəfli həm dayaq hərəkət sisteminin, həm beyninin analiz etmə qabiliyyətinin inkişafı deməkdir. Yürütəc tənbəllik yaradır, başqa heç bir şey və ya da sağlamlığa xidmət edən bir şey deyil yəni. İlk 1 yaş ərzində ümumiyyətlə hansı müayinələr, hansı peyvəndlər vurulmadıqda riskli hesab olunur? Yəni elə yoxlanışlar ola bilər ki, elə bir peyvənd ola bilər ki, onu valideynlər yəni imtina edir ya hər ay gətirmir öz düşüncəsinə görə və bu da əslində xəbəri belə olmadan uşağına risk yaratmış olur. Sizin bu məsələyə münasibətinizi öyrənmək istəyərdim. Bu sadaladığımız 11 peyvənd 11 xəstəlikdən qoruyur və hər biri zəruridir. Zəruri olmayan peyvənd orada olmazdı. Necə ki, digərləri yoxdur. Zəruri olmayanlar bizim üçün deyək ki, su çiçəyidir, rotavirusdur, hepatit A-dır. Onlar da yoxdur bizim milli peyvənd cədvəlimizdə. Ölkəmizdə meningit, meningokok infeksiyası yayılmadığına görə, yaygın olmadığına görə onun da peyvəndi bizim cədvəlimizdə yoxdur. Nələr ki var, demək ki, onlar bizim üçün zəruridir ölkə olaraq və onlara tətbiq olunmalıdır. Yəni, bu müzakirə edilməməlidir. Və bir neçə peyvənd onsuz da bir yerdədir. 6 peyvənd bir yerdəsə, bir peyvəndləmə içərisində 6 xəstəliyə qarşı qoruma əldə edir uşaq. Ona görə də bunlar 1 yaşına qədər olunmalıdır. 1 yaşında qızılca peyvənd, yaş yarımda digər peyvəndlərin təkrarı peyvəndlənməsidir.
revaksinasiyasıdır onları gücləndirmək üçün və 6 yaşında da qızılca, yenə də məxməri parotit və deməli difteriya və tetanusa qarşı peyvəndləmə aparılır. Mən pediatr olaraq təklif edirəm ki, son zamanlar dəfələrlə hər il qızılca epidemiyalarını gördüyümüz üçün ikinci bu revaksinasiya qızılca 1 yaşında və 4 yaşında olsun, 6 yaşında gözlənilməsin. Çünki artıq o peyvəndləmə revaksinasiya uzananda o birinci peyvəndin təsiri qalmır, zəif qalır və bir peyvəndlə qalan uşaq sanki peyvəndsiz kimidir. Yəni o qızılcanı tutanda da onu digər peyvəndsiz uşaqlar kimi ağır keçirə bilir, risk yüksəkdir. Ona görə də 1 və 4 yaşında olunmasını təklif edirəm. Bu haqda sosial şəbəkəmdə də paylaşım etmişdim. Və 1 yaşına qədər zəruri olan müayinə üsulları, müayinələr. Birinci növbədə doğulan uşaq neonatoloq baxışından keçir. Evə buraxılırsa, deməli bu uşaq sağlamdır. Evdə olarkən artıq poliklinik həkimi, sahə həkimi nəzarətində olur. Burada da əsas diqqət edilməli məqam sarılığın nəzarətidir. Yəni sarılığa düzgün nəzarət olunmazsa uşaq beyni zədə görə bilər sarılığın yüksəlməsindən və o düzgün nəzarətdə saxlamalı. Daha sonra isə ehtiyac yoxdur dərhal onun ürəyini yoxlamağa, ultrasəs müayinəsi keçirmək, çünki onlar bətn daxilində hamısı yoxlanır müasir dövrdə. Yəni sonuncu hamiləlik dövründə artıq uşağın ürəyi haqqında da, daxili orqanları haqqında da məlumatlı oluruq. Daha sonra 1 yaşında, məsələn, ola bilər hər hansı bir anadan gəlmə ürək qüsuru olsun, burada botal axarı açıq qalsın, oval pəncərə açıq qalsın, onun qapanıb qapanmayıb da 1 yaşında yoxlamaq olar, yaş yarımında yoxlamaq olar. Daha sonra ultrasəs müayinəsindən keçirmək olar, çünki məsələn birinci dərəcə bir böyrək genişlənməsi ola bilər uşaqlarda doğularkən, bu bir şey deyil, amma o daha sonra artırmı, digər dərəcələrə keçirmək, bunu nəzarət üçün ultrasəs müayinəsindən istifadə etmək ola bilər. Və yaxud da ki, uşaq da doğulub normal, heç bir şey yoxdur, hər hansı bir daxili qarınboşluq, törəmə inkişaf edə bilər və o uşaq böyüdükcə böyüyə bilər. Bunu da yenə ultrasəs müayinəsini aşkar edə bilərik, baxılmalıdır. 1 yaşından sonra göz müayinəsi aparılmalıdır 3 ayında, 6 ayında. Əgər yeni doğulan dövrdə aparılmayıbsa, sonraki aylarda aparılmalıdır. Təzə doğulanda eşitmə testi edilir. Əgər eşitmə testi edilmədiysə də, bu uşaqda bir nəsə biz eşitməsində problem hiss ediriksə ki, böyük səslərə cavab verir, amma sakit səslərə reaksiyası yoxdur və yaxud anamnezdə var nəsildə, qohumda kimsə karlıq, deyək, eşitmə əngəlli kimsə varsa, o zaman mütləq Bera testi ilə dəqiq yoxlanmalıdır hər qulağın neçə faiz eşitdiyi və yaxud danışmırsa bu uşaq irəli aylar keçdikcə hecalar qurumursa, mütləq burada biz yenə də eşitməyə diqqət etməliyik, görməsinə diqqət etməliyik. Hər hansı bir anadan gəlmə anomaliyaları, yəni gözlə görülən hər hansı bir anomaliya varsa, məsələn, barmaqları bitişikdir və yaxud altı barmaqlıdır və yaxud başqa bir hər hansı bir anomaliya ola bilər, hipospadiyası ola bilər, kriptarxizm ola bilər. Bir anomaliya digər anomaliyanın da ola bilmə ehtimalını bizə xəbər verir. Ona görə də detallı belə araşdırma aparıla bilər və müayinələrdən dediyim kimi mütləq təzə doğulanda daban testi olunmalıdır ki, burada hipotireoz da yoxlanılır. Yəni o da bilirsiniz ki, ciddi bir digər şeylər də yoxlanılır orada, təkcə o deyil və bu cür yəni gedilir. Daha sonra da böyüdükcə, yəni məsələn 1 yaşına qədər uşağın durumuna baxırıq. Əgər 3 ayda da bu çanaq 3 ayına qədər, 4 ayına qədər bu çanaq oynağı müayinəsi aparılmalıdır, displaziyası varmı, yoxmu deyə və belə uşağın ümumi vəziyyəti haqqında qərar verilə bilər. Ümumiyyətlə, son illərdə pediatrların ən çox rastlaşdığı və vaxtında uşaqların gətirilmədiyi üçün demək olar ki, müalicəsi çətin olan, zaman alan hansı problemlər var ki, bu xeyli çətinlik yaradır həkimlərdə? Yəni günümüzdə qızılca var, o öz yerində. Digər infeksiyalar, skarlatinası olur, indi hələ ki çəyi yoxdur, amma rotavirus yayğındır, qusma, ishal, yay gəlir, yay dövrünə əlaqədar olaraq hovuza gedirlər, dənizə gedirlər, müəyyən infeksiyalar, leambulyoz ola bilir, təbiətdə bulaq sularından da keçə bilir, bu parazit də həmçinin. Qusma, yəni ishal şikayəti, allergiya şikayətindən çox gəlirlər, qarpız yeyirlər, nə bilim, dondurma yeyirlər, müxtəlif meyvələr falan. Allergiya verir onlara, rəngli sular və s. Məsələn, bunlar biz qış aylarında az görürük, yay aylarında daha çox görürük. Soyuqlama halları da olur, digər virus infeksiyaları da olur, belə. Yay günlərində əlbəttə ki, profilaktik müayinə çox az gəlirlər, istirahətdədir insanlar. Onun daha çox məktəb dövrünə yaxın o qərara gəlirlər ki, gedək həkim baxsın uşağı, sonra məktəbimiz başlasın. Amma yaxşı olar ki, yay girəndə müayinəyə gəlsinlər, yay girəndə.
tətil başlayanda daha doğrusu. Bizim nəyimiz çatmır? Biz bu yay boyunca nə edək ki, sentyabrdan güclü olaq, həm zehni cəhətdən, həm fiziki cəhətdən, həm xəstəliklərə qarşı immunitet cəhətdən. Bunu artıq yayı öncə, yəni qərarlaşdırmalı. Yoxsa yay boyunca gedirlər, nə bilim, müxtəlif yerlərə, orada uşaq telefonlarda qalır, yəni kondisionerdə soyuqlayır, çoxu dondurma yeyir, çoxu rəngli sular, abur-cubur və yayın sonu gəlir ki, biz necə eləyək ki, bu heç bir şey biz burada edə bilmərik artıq, çünki o deposunu zərərli şəkildə doldurub. Yəni, amma sağlam şəkildə bir aktivitələr olarsa, sağlam şəkildə qidalanma olarsa, təbii ki, sentyabrdan da dərs ilini uşaq sağlam bir şəkildə yəni başlaya bilər. Son olaraq istərdim ki, münasibətinizi öyrənim. Həm çağırış eləyəsiniz valideynlərə, körpələrinə, uşaqlara hansı zəruri yoxlanışlardan keçirməlidirlər ki, bu sonradan onlar üçün problemlər olmasın. Son olaraq hansı məsləhətləri vermək istərdiniz? Pediatr olaraq valideynlərə məsləhətim həmişəki kimi uşaqları sağlam qidalanmada saxlamalarıdır. Mütləq şəkildə onları abur-cuburlardan, zərərli qida vərdişlərindən uzaq tutsunlar, telefondan uzaq tutsunlar. Həm telefonda olan o aqressiv, həm toksik məlumatlar, onlara aid olmayan məlumatlar müasir uşaqları bir dərdli uşaq moduna salır və bu əlbəttə ki, onların psixikasına təsirdir. Eyni zamanda bədənləri də bundan əziyyət çəkir. Ona görə də uşaqlarımızın həm ruhsal, həm zihinsel, həm bədənsəl sağlamlığını istəyirlərsə, qidalanmasına, günlük rejiminə diqqətli olsunlar bu mövzuda ki, hər bir şey düzgün, balanslı və rasional olsun. Belə dəyərli tamaşaçılar, ümid edirik ki, bu dəfəki verilişimiz də sizlər üçün, xüsusilə də valideynlər və valideyn olmağa hazırlaşan cütlüklər üçün faydalı oldu və ümid edirik ki, verilişimizin növbəti buraxılışlarında da sizlər üçün faydalı, aktual mövzularla qarşınızda olacağıq. Yenidən görüşmək ümidi ilə sağ olun, salamat qalın.